Keçmiş əsirlər Namiq Qarayev və Rasim Hüseynovu bir çoxunuz tanıyırsınız. Onlar 1-ci Qarabağ müharibəsi zamanı erməni əsirliyində qalmış, insanlığa qarşı törədilmiş ağır cinayətlərin canlı şahidləridirlər. Hər ikisinin taleyi işgəncələrin insan həyatında necə silinməz izlər buraxdığını göstərən acı nümunələrdəndir. Namiq Qarayevin başına taxtaya vurulan mismarın çalınması, Rasim Hüseynovun isə ayağından quyudan günlərlə asılı vəziyyətdə saxlanılması onların sağlamlığını ömürlük əlindən alıb. Lakin bəlkə də fiziki işgəncələrdən daha ağır olanı əsirlikdə yaşadıkları mənəvi sarsıntılar və insan ləyaqətinin tapdanması idi. Keçmiş əsirlərin xatirələrində ən dəhşətli məkanlardan biri bütün əsirlər tərəfindən Masmına kəndi kimi tanınan, əsl adı isə Ağbulaq olan kənddir. Xocavənd rayonunda yerləşən bu kənddə çoxlu sayda Azərbaycanlı əsir qul kimi işlədilib, ağır məcburi əməyə cəlb olunub. Vaxtilə qondarma Dağlıq Qarabağ rejiminin müdafiə naziri hesab edilən Samvel Babayanın yaşadığı bu kənddə əsirlərin əli ilə fermalar, tövlələr, istixanalar və müxtəlif təsərrüfat obyektləri tikilib. Qıbrıslıqlarda donub saxlayırdılar. İstəyim ki, bunların hamısını. Rəhmətli Qaraxan vardı, Sıvaşik, hamısını bax o Sıvaşikları. Kletkalara bax, donuzun kletkaları. Bunu Donuz kretkalardı. əllərimizlə tikmişik. Qaçındı. Bura bax. Rasim, de bura bax. Bir dənə bax, burada görsən donuzun kletkaları üstün çöküblər. Bax. Bir əsirlər tikibdi bax bu fermanı, kol batıb bax. Donuz saxladığımız yerlərdir. Bax, kletkalar. Bax, bu donuzların yeridir. Bunun hamısını biz əsirlərə tikdiriblər, lənət olmuş ermənilər. Dəfə də baxın, indi hamısını kol basıbdır. Bax, buralardır. Hamısı donuz fermasıdır, üstü sökülübdür. Bax, kol basıb, bax, buraları bütün Azərbaycanlı əsirlərə tikdiriblər bizə. Bu fermanın üstündə Sıvaşik Qaraxan vardı, Füzulidən, rəhmətli. Qaraxan sıvarkalamışdı, bax, üstünü sıvarçanı. Sağlabada çölüdür ferman. Bax, iki fermanın arasıdır, kol basıbdır, baxın. Bugün həmin tikililərin bir qismi hələ də qalmaqdadır. Sanki daşlar, divarlar və dağıntılar illər öncə burada yaşanan faciələrin səssiz şahidlərinə çevrilib. Bir vaxtlar əsirlərin gecələdiyi kiçik otaqlar, məhrumiyyət və işgəncə gördükləri məkanlar indi boş və səssiz görünür. Lakin həmin səssizliyin arxasında yüzlərlə insanın ağrısı, ümidsizliyi və azadlıq həsrəti gizlənir. İllər sonra Namiq Qarayev və Rasim Hüseynovun bu kəndə yenidən qayıtması adi bir səfər deyildi. Bu, keçmişlə üzləşmək, yaddaşın ən qaranlıq qatlarına enmək, illərlə insanın içində yaşayan ağrılara toxunmaq demək idi. Onların burada çörək kəsməsi isə xüsusi rəmzi məna daşıyırdı. Bir zamanlar aclığın ən ağır üzünü görmüş, günlərlə bir tikə çörəyə möhtac qalmış insanlar üçün həmin məkanda çörək yemək sadəcə qida qəbul etmək deyildi. Ayağımızı asıb yeməyiniz adını şeylə biraz çörək yeyək, qardaş. Baxın, bunlar Allah şükürlər olsun ki, biz buradayıq, gəlmişik, öz torpağımızdır. Bəli. Gəlmişik, qaldığımız yerləri ziyarət edirik. Bütün qardaşlara salam. Allah köməyin olsun, Rasim. Mən də salam deyirəm bütün qardaşlara. Musmunada əziyyət çəkmiş, əsirlikdə olan qardaşlara salam olsun. Allahın salamı olsun. Hər birinizi salamlayıram, bağrıma basıram. Əziyyət çəkmiş qardaşlarım. Zulüm çəkmiş qardaşlarım. Bax, buralarda bizə zülüm veriblər. Bu, sanki əsirlik illərində yarımçıq qalmış bir hesablaşma, taleyə verilən səssiz bir cavab idi. Bəlkə də onlar illərlə şuur altında daşıdıkları aclıq hissini, yarımçıq qalmış xatirələri və içlərindəki boşluğu bu şəkildə doldurmağa çalışırdılar. Kənddə qalan saysız hesabsız donuz saxlanç yerləri, tövlələr və təsərrüfat tikililəri onların ən məşəqqətli günlərinin cansız şahidləri kimi bu gün də qalmaqdadır. Vaxtilə əsirlərin əməyi ilə qurulan həmin məkanlar indi tarixə çevrilmiş bir dövrün izlərini daşıyır. Biz həmin səfər zamanı keçmiş əsirlərin təəssüratlarını da öyrənməyə çalışdıq. Lakin kəndə dönüş və keçmiş xatirələrlə üz-üzə qalmaq hər iki müsahib üçün ağır psixoloji sınağa çevrildi.
Ziyarətdən sonra onların vəziyyəti pisləşdi. Keçirdikləri güclü stres və panik atak səbəbindən söhbəti davam etdirmək mümkün olmadı. Bax, həmən türmədir. Qardaşlar, baxın, bax, həmən türmədir. Bir neçə dəfədir gəlmişik, amma ilk dəfədir burada çörək yeyirik. Bax, burada da ermənilər bizi deyib, bax, bu divara. Burada kravat vardı bu tərəfdə. Bizi bu divarda bizi 6 nəfər qaçmışdı. Bax, bizi bura düzüb, ayaqlarımızı qoyub, bura divara. Bizi burada başımıza şampanski butulka ilə başımızda partladırlar. Əslində bu təəccüblü deyil. Çünki bir vaxtlar azad olunacağına inanmadıkları, ölüm və işgəncə ilə üz-üzə qaldıqları yerlərdə bugün sərbəst gəzmək nə qədər qürur vericidirsə, bir o qədər də ağırdı. Azadlığın sevinci ilə əsirliyin ağrısı burada bir-birinə qarışır. Ağbulaq kəndi artıq işğal dövrünün məkanı deyil. Ancaq Namiq Qarayev və Rasim Hüseynov kimi insanların yaddaşında o həmişə əsirliyin, aclığın, məcburi əməyin və insan iradəsinin sınağa çəkildiyi yer kimi qalacaq. Bu torpaqlarda onların ayaq səsləri bugün azad insanın addımları kimi səslənsə də, həmin addımların arxasında illərlə daşınmış ağır bir əsirlik tarixçəsi dayanır. Allah köməyiniz olsun. Allah Pierre'in də köməyi olsun ki, burada əzab əziyyətli yerlərdən bizi çıxartdı. Azadlığa çıxartdı. Ha, Pierre bizim mənəvi atamız idi. Bəli. Pierre'in köməkliyin, Pierre'in bizə dəstək olduğun kim uğurdursa o haramzadədir. Sağ olun qardaşlar. Allah köməyiniz. Qardaşların hamısına salam deyirəm. Mən sadəcə kövrəlmişəm. Allah can sağlığı arzu edirəm. Bir gün yaşayacağıq, 5 gün yaşayacağıq, 1 il yaşayacağıq bilmirəm. Allah bizə möhlət versin. Balalarımızın yekəlməyi, Amin. bayramını görək. Amin. Sağ ol Namık qardaş. Sağ ol. Allah bizə sadəcə səbr versin. Bizə möhlət versin. Mən yaşamaq arzu eləmirəm. Mən bilmirəm. Onsuz da hər birimiz, burada yaşayan, əsirlikdə olanların hər birinin problemsiz uşağı yoxdur. Mən əlimi bu Qurana basaram ki, hər birinin problemi var. Allah hamısına can sağlığı versin. Düşmənə lənət olsun. Mən gəlməliydim. Ağır vəziyyətdə olsa Rasim qardaş, sana da təşəkkür edirəm qardaş. Sağ ol qardaş. Sağ ol. Çox sağ ol. Salam qardaşlarım, vaxt xeyir olsun. Gəlmişim Smuna kəndi döyük. Biz o vaxtda burada 5 ay mən olmuşam burada. Bizə burada elə işgəncələr veriblər, ağla gəlməyən işgəncələr. İndi onun ağrısını, acısını indi yaşayırıq. Bu Smuna kəndi deyilən yer var ki, biz indi oradayıq. Kəndin içindəyik. Qalxırıq kəndin içinə.